İctimai yoxlama verilişinin növbəti buraxılışı efirdədir. Hazırda biz Karvanşahlıq Sarayının qarşısındayıq. Sosial şəbəkələrdə yayılan məlumatlara görə gördüyünüz bu Şahlıq Sarayı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəyliyə aid olduğu deyilir. Bəs görəsən, bu həqiqətdirmi? Bunu istərdik ki, Şahlıq Sarayının əməkdaşlarından soruşaq, görə bizi kim və necə qarşılayacaq? Yox, məni çəkir, sizi çəkmir, narahat olmayın. Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu Karvanşahlıq Sarayı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəyliyə aiddir. Bu məlumatı dəqiqləşdirməkdən ötürü administrator və yaxud da digər bir şəxs bizə müsahibə verə bilərmi? Verə bilməz, mənim qardaşım. İkincisi də ki, belə eləmək olmaz da. Sən ciddi işlə girsən içəri. Birincisi, gəl məsləhət elə, bir söhbət edirik, sonra qardaşım. Yox, bizdə rekli söndürməyə icazə yoxdur sadəcə olaraq. Sərbəst bura girməyə icazə yoxdur. Biz məlumatı öyrənməkdən ötürü gəlmişik. Verə bilməz. Bəs adı bura onundur, yoxsa onun deyil, bu haqda bir şey demək olmazmı? Bilmirsiniz? Obyektin yəsi yoxdur. Mən bir şey Obyektin yəsi yoxdur. bildim, obyektin yəsi vacib deyil. Ben niye buraya niye gireyim? Sadəcə bir də biz sosial şəbəkədə məlumat almışıq. Çıkın şöyle. Mən bir dənə sualımıza cavab verin, biz onu dəqiqləşdirək, bir Ne dənə var başlayaq. Siz dilencəcür obyekte gelmişsiniz. Obyekt bağlıdır. Siz ne girirsiniz içeri? Yox, obyektlə bağlı sosial şəbəkədə məlumat yayılıb ki, bura Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəyliyə aiddir. Kime aittir özləri bilərlər. O sizə nə aidiyyəti var ki? Xahiş edirəm boşalın. Obyekti boşalın. Obyektin nə dəxli var ki? Bura İsa Həbibəyliyin obyekti olduğu deyil. Bu nə dərəcədə həqiqətdir? Bu öyrənməkdən yiyəsi ötürü. tamam başqa adamdır. Başqa adamdır, səhv Ne danışdınız? Səhv gəlmişsiniz. Yəni onu deyil. Deyirlər, yox. Heç bir aidiyyəti yox. Onu öyrənməkdən Heç ötürü. bir aidiyyəti yox.